Salam, hər vaxtınız xeyir olsun. Biz evimizə dəvət olunduq. Bu evimiz Patandaqdaydı. 3 il bundan qabaq işləmişdim. Burada belə desək bir problem var. Maliyyə ustası belə desək ev sahibindən çox yaxın olduğuna görə onun dediklərini deyirdi, o nə desə siz onu edin, dedim problem yox. Mən sözümü eşitmədilər. Dedim ki, bu radiatorla stipola termostatını vintil qoyaq. Ayıraq ki, istiliyi. Stipol çox sinəcək, məsələn, radiator az sinəcəkdir. Və axırda mən deyənə gəlində çıxıldı, 3 il işlədirlər. 3 ildə də belə bir şey baş verir. Otaqlarda istiliyi ala bilmirlər, stipolda alışıq yanır. İndi isə gördüyünüz kimi nəzirləyicilər, bu işi elə bil pridelk olanda, özünüz bilirsiniz də, bu boyda məsafədə bu iki kollektoru yığmaq var. Yəni sözümün canı var. Vaxtında qulaq asmaq lazımdır, hərənin öz işi var. Hərə öz işinlə məşğul olmalıdır. Maliyyə ustası santexnik işindən bilmir, santexnik ustası da maliyyərdən bilmir. Prosto sadəcə olaraq ev sahibindən çox yaxındılar deyə, belə desək də dostdular, qohumdular. Bu da ona həvalə edilib ki, də sən özün oradasan, işləri reglovka elə. Bu maliyyə də mənə deyirdim, sən belə elə. Mən də deyirdim ki, belə olsa, sən istiliyi ayıra bilməyərsən də, yəni sonra problem olacaqdır. Olanı deyək də, mən sözün düzünü danışaram. Kiminsə xeyrinə və ziyanına danışmıram. Olanı deyirəm də, açığı, özü də eşidir, yəni ev sahibinin. Mən dedim bunu belə, dedi yox belə, indi budur, görürsünüz. Bax, söküb qoymuşam qırağa, 15 gözdür, bax, əzizləyicilər. Görürsünüzmü, bax, 15 gözdür. İndi isə almışam, zəng eləyib ki, evdə durmaq olmur. Stipol da alışıb yanır, otaqlarda istiliyi ala bilmirik. İndi isə alıb gətirmişəm 7 göz və 8 göz. İndi isə dəyişirəm. Bax, görürsünüz, bunların üzüklərini çıxartmışam. Təzədən yığıram. Bax, odur. Görürsünüz, bir payda kəsilib qırağa qoyulur. Çünki təzə kollektor qoyulanda bunun bu bağlanan yerləri, üzüyü olan yerlər əzilir. Əzildiyinə görə məcburan təzə yer olmalıdır ki, boruda qəşəng olsun. Bağlaş, o əziləndə olmaz. Kəsilməlidir. Hamısı bir-bir pay kəsilir. Plus da, bax, oradan abratkadan təzdən bura abratka çəkməliyəm. Padaça buradan təzdən ora padaça verməliyəm. Bir işi bir dəfə ziyan yox, 5 dəfə ziyan olunur, əziyyət olunur. İndi videonun da onun özünü atacağım, qoy baxsın ki, bax, o vaxtı mən deyirdim, belə eləyək, indi dəyişirik, qoy özü də baxsın. Mən eşitmədi, dedi, yox, belə, buranın da videosu var YouTube kanalında, o vaxtı çəkiliş eləyib paylaşmışdım. Yəni, qəşək də iş gelibdir, stiponun öz altlığın nazarla çəkilib, qanun iş gelibdir. İndi isə budur, bax, dəyişirik, mən dediyim kimi. İnşallah o yığandan sonra indi videonu axıra qədər izləyin, görərsiniz. Yəni bu belə olmalıdır. Görürsünüz, bax bu ağ boru olanlar, 16'lıq boru olanlar radiatora gedənlərdir. Qırmızılardakı stipolunkudur. Kollektorun da yadınızda qalsın. Üzüyü görürsünüz, bax. Keçəndə tam bax dirəndi. Konus var, bax çıxıntılı da görürsünüz. Salniki də yoğundur. Bax, belə kollektor lazımdır almaq. Görürsən, bax, qoymur tam içəri gedə. Ancaq bu kollektorda, bax, görürsünüz, bax, birini açın, baxın. Bax, görürsünüz, bunda üzük gör hara keçir. Həmi, bax, tərpənir, bax, əsir. Həm də, bax, görürsən, nazik də, bax, salniki də nazikdir. Özdə içəri tam türkün misalı keçən, bax, konusunu almayın. Yadınızda qalsın, bax, beləncə olsun, bax, bu qaydada. Görsən, bax, belə olmalıdır. Elə olmalıdır ki, sonra problem olmasın. Yaxşısı elədir. Bunu da bağlayaq yığa. Yerine bağlayaq.
birincidən yığılsaydı bu qədər də mən əziyyət çəkməzdim. İndi zülümün zülümüdür. Pridelka iş həmişə el olur. Böyle bu yazıqlar kollektorları çək özünə dinək. Deyirəm deyil ha. Çəkib qırara qoyublar belə. Bax bu istipolun görürsünüz. Bu heç hava keçə bilməz çünki genişləndirməlisən. Üzükdə bax tam-tamla rahat oturmalıdır. Oturandan sonra üzüyü də geri çəkməlisən. Bu qaydada. Tam oturmalıdır yerine. Üzüklərimiz hazırdır. Qaldı kollektoru mərkəzə çəkib bolları da hamısını çəkib stabilləşdirmək lazımdır. Kəsildiyinə görə birazca belə desək görürəm. Ölçünü birindən götürməlisən, tam hamısını yox. Məsələn, belə bu qaydada yerindədir. Bu qaydada, bu ölçüdə.
Gördüğünüz kimi izləyicilər, bu stipola qoyulmalıdır. Görürsünüz. Termoregulyatordur. Bundan stipolunu nizamlayırsan. Bunlar iki cür olur. Bax, bu simli olanlar orijinaldır. Var simsiz olan, var simli olan. Simli olanlar bax, sırf bunlar orijinaldır. Bunlar tam belə deyək, istiliyi nizamlayır. Bax, görürsünüz. Bax, budur. Bunun sensor obratkadır və padaçadır. Bu da başlıq açılır. Gördünüz, bax. Bu qaydada olmalıdır. Bunun da zaqluşkası buradan açılır. Bura krank bağlandığına görə bağlanır. Bunda ya istəyirsən bura bağla, ya istəyirsən bura bağla. Baxır o borunun giriş çıxışına. Yığaq qurtaraq. Qurtarandan sonra da bir dənə çəkiliş eləyərik. Tam videomuz hazır olar. Əziz izləyicilər, biz nəhayət ki kollektorumuzu qurtardıq. 2 hissəyə böldük və termoregulyator qoyduq. Qırmızı bor olan bizim stipola gedəndir və bu birisi də radiatora gedən. Düzdür, çox əziyyət çəkdik. Bunu burada yığmaq. Düzdür, hava purjorları qoya bilmədik, daha yer yoxdur. İndi havasını çıxardacağım, dəvə çıxartdıq, işləyəcəkdir. Görürsünüz, termoregulyatordur və onun sensorudur, ventilidir. Budur, buranın, bu evin sıfırdan çəkilişini mən eləmişdim. Dediyim kimi, nəysə, daha olan oldu, keçən keçdi. Bax, budur. Qaydadadır. İndi isə keçək kombinimizin də genişlənmə çəni. Havası qutarı, gedək ona da hava vuraq. Hələ nasos tapırsan. Bax. Nasosla vuranda bax, görürsünüz, o genişlənmə çənində olan sudur. Bax, görürsünüz, bax. Nizamlanır. Bir də materimdir. Görürsünüz. Topdan çək. Manometrlə də bir barda təzyiqini nizamla. Hələ qoydursan, tam yığışdırma. Yoxla, nizamla, ondan sonra ola bilər heç bəlkə balonun çərinin şarı deşilibdir. Budur, bundan da yoxlanılır. Görürsünüz, bax, bundan da yoxlanılır. Manometrlə. Ondan sonra orada ehtiyatlı ol, oradan ehtiyatlı ol. Əfsun. Bağla, ala qapağını da bağla. Hələ. O ver, çəkəcəm, o ver. Budur. Bu da hazır.
İndi hazırdır. Kollektorumuz da hazırdır. Görürsünüz bax, boğazlar da hamısı var. Çünki bax bunlar görürsünüz əzizləyicilər. Bunlar kəsilməsə həmələ gəlmir. Bax bu öz köhnə yerdir. Bax görürsünüz bağlının. Hamısı kəsilib, yığılmalıdır. Budur bax, qurtardıq işimizi. Bütün evlərin hamısını istif oldu bura. Otaqlarımız radiatordur. İndi isə rahat işləyəcək. Görürsünüz bax. Dərəcələrimiz buradadır. Neçə dərəcəyə? 60 dərəcə, 50 və s. 40, 30. Neçə istəyirsənsə termoregulatorla qoymaq olacaqdır. İşimizi qurtardıq, işimizi tamamladıq. İnşallah növbəti videolarımız olacaq əzizləyicilər. Bunları da çəkiliş edib paylaşacağım. Sizlər də abunə olmağı unutmayın. Sizlərin abunə olmaq bizlər üçün çox önəmlidir. Sağ olun. Hələlik bu qədər. İzləməyi də unutmayın, like verməyi də unutmayın əzizləyicilər. Sağ olun, hələlik bu qədər.